bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 1,1 milyard Amerika Birləşmiş Ştatları dollarına çatıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ixrac icmalının 2026-cı il üzrə may sayında məlumat öz əksini tapıb. Daha ətraflı bizə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdürü Ayxan Qədəşov məlumat verəcək. Salam Ayxan müəllim. Ayxan müəllim eşidirsizmi? Canlı bağlantımız... Siz mənə eşidirsiniz? Ayxan müəllim. Bəli, mən sizə eşidirəm. Çox gözəl. Ayxan müəllim, bu ixrac icmalının ilə bağlı məlumat verərdiniz. Açıqlamada var ki, 13% ixrac artaraq 1,1 milyard Amerika Birləşmiş Ştatlarını dollarına çatıb. Bu ixracın tərkibini nələr təşkil edir? Bu barədə zəhmət olmasa məlumat verərdiniz. İlk öncə mən də öz növbəmdə izləyiciləri salamlayıram. Hamıya xoş gün arzu edirəm. Bəli, qeyd etdiyiniz kimi 13%lik bir artım var qeyri-neft ixracımızda və bu il 1,1, daha doğrusu hesabat dövründə, yəni yanvar-aprel aylarında 1,1 milyard dollarlıq qeyri-neft məhsulunun ixracı baş tutub. Burada bizim diqqətimizi çəkən məqamlardan biri də odur ki, demək, müvafiq dövrdə pambıq, şəkər məhsulu 4 dəfəlik bir artım göstərib ixracında, pambıq ipliyi 2,3 dəfəlik bir artım göstərib, bitki və heyvan mənşəli piylər və yağlar, bu məhsullar 71%lik bir artım göstərib, həmçinin pambıq lifində 50%-ə qədər bir artım var ixracında və digər tərəfdən meyvə tərəvəz məhsullarının ixracında da 22%lik bir artım müşahidə olunur. Qeyd edim ki, meyvə tərəvəz məhsullarının artıq mövsümü yaxınlaşdığına görə hesab edirəm ki, növbəti aylarda bu artım daha da çox olacaq. Ön sıralara çıxacaq meyvə tərəvəz ixracı. Digər tərəfdən alüminium və onlardan hazırlanan məmulatlarda da 32%lik ixracda artım müşahidə olunur. Həmçinin çay məhsulunun ixracında da 12%-ə yaxın bir artım var. Digər tərəfdən spirtli və spirtsiz içkilər üçün də artım müşahidə olunur. Burada 9,4%lik bir ixrac artımından söhbət gedir. Məlumdur ki, Azərbaycan məhsullarının xüsusilə spirtsiz məhsullar, meyvə şirələri, xüsusilə nar şirəsi xarici bazarda çox tələbatda olan bir məhsuldur və inanıram ki, növbəti hesabat dövrlərində də bu say artacaq. Digər tərəfdən bizim aqrar məhsullar üzrə olan məlumatlarımız var. Belə ki, yanvar ayları ərzində aqrar məhsullar üzrə ixracda da 28,3%lik bir artım müşahidə olunub. 298,3 milyon ABŞ dollar dəyərində aqrar məhsulları ixrac olunub. Aqrar sənaye məhsul ixracında da artım müşahidə olunur. Belə ki, 31,6%lik bir artım var. Digər tərəfdən ümumilikdə 119 milyon ABŞ dolları aqrar sənaye məhsulu ixrac olunub və ikisini birgə götürsək, aqrar və aqrar sənayenin ixracında ümumilikdə 29%lik bir artım var və 417,3 milyon ABŞ dolları dəyərində aqrar və aqrar sənaye məhsulları birlikdə bu 4 ay ərzində ixrac olunub. Digər tərəfdən ölkələrə gəldikdə isə biz yanvar, fevral, daha doğrusu hesabat dövrü üçün deyə bilərik ki, yanvar-aprel ayları üçün Azərbaycanda əsasən Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə, Ukrayna kimi ölkələr ön sıralardadır. Həmin ölkələrə məhsullarımız kifayət qədər ixrac olunur. Daha bir maraqlı məqam isə Azərkosmosun xidmətləri ilə bağlıdır. Belə ki, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi 8,7 milyon ABŞ dollar dəyərində telekommunikasiya xidməti ixrac edib və qeyd etmək yerinə düşər ki, burada dünyanın 32-dən artıq ölkəsinə, 90-dan artıq şirkətə telekommunikasiya xidməti agentlik ixrac edib. Burada ön sırada Birləşmiş Krallıq yerləşir və 1,4 milyon dollarlıq ixrac olunub. Lüksemburqa da 1 milyon dollarlıq telekommunikasiya xidməti ixrac olunub. Həmçinin Türkiyəyə 381 min dollarlıq, Pakistana 370 min dollarlıq, İsveçə isə 187 min dollarlıq, Misirə də həmçinin 218 min dollarlıq ixrac həyata keçirilib. Şirkətlərimizdə də müəyyən qədər
dəyişikliklər olan var, stabil qalan şirkətlər də mövcuddur. Biz yanvar-aprel aylarında əsasən ilk 10-luqda qeyri-dövlət şirkətləri arasında Azərbaycan International Mining Company Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilk yeri tutub ixrac üzrə. Həmçinin Prime Cotton şirkəti ikinci yerdə qərarlaşıb, Azərbaycan Şəkər İstehsalat Birliyi üçüncü yerdə, Agrarko şirkəti dördüncü yerdə, Baku Steel Company isə beşinci yerdə qərarlaşıb. Həmçinin dövlətə məxsus şirkətlərimizdə də Sokar Polimer bu siyahıya başçılıq edir və həmçinin Azərgold, Azəralüminium, Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, Azərpambıq Aqrar Sənaye Kompleksi, Azərbaycan Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, Azərbaycan Hava Yolları, Azərenerji, Sokar KP, Naxçıvan Enerji kimi şirkətlər bu siyahıda yer alır. Axan müəllim, bir qeyri-neft sektoru üzrə bəs məhsullarda necədir? İlk üçlükdə adətən pomidor və pambıq olurdu. İndi necədir vəziyyət? Hazırda bizim məhsullar üzrə məsələ belədir ki, dediyimiz kimi, əsas olaraq biz ixracda önə çıxan məhsullar sırasında qızıl məhsulunu görürük. Daha sonra digər tərəfdən biz qızıl məhsulu ilə yanaşı mis filizli məhsullarını görə bilirik. Həmçinin mis filizi ilə yanaşı meşə fındığı, həmçinin pambıq lifi, alüminium ərintiləri, ilkin formalı polietilen, ağ şəkər, həmçinin alma məhsulu, bu kimi məhsulları biz görə bilirik ki, ixracda ön sıralardadır. Amma sırf aprel ayı üzrə biz nəzərdən keçirsək, ilk birinci yerdə qızıl məhsullarıdır, qızıldır. Qızıl sikkələr kəsilmədən istifadə olmayan məhsullardan söhbət gedir. Burada 35 milyonluq bir ixrac həyata keçirilib. Həmçinin pambıq lifi də 35 milyonluq ixracı həyata keçirilib. Söhbət 2026-nın aprel ayından gedir. Tamat məhsulu 30 milyonluq ixrac olunub. Mis filizləri yenə 27,1 milyonluq ixrac olunub. Qeyd edim ki, mis filizləri ixracı bu ildən etibarən daha çox artmağa başlayıb. Növbəti illərdə də geniş şəkildə ixrac həyata keçiriləcəyi hesab edirəm. Həmçinin ilkin formalı polietilen 14,4 milyonluq ixrac həyata keçirilib. Həmçinin ilkin formalı propilen məhsulları da 11 milyonluq ixracı həyata keçirilib. Yox, əgər biz 4 ayı nəzərdə alsaq, yəni 2026-cı ilin yanvar ayından aprel ayına qədər baxsaq, burada da ilk birinci yerdə qızıl məhsullarıdır, qızıl sikkələr 131,1 milyonluq, həmçinin pambıq lifi 92,9 milyonluq, yenə mis filizləri 87,9 milyonluq. Qeyd etmək yerinə düşər ki, 2025-ci ilin 4 ayında bu 6,9 milyon olmuşdu. Bu il isə 87,9-dur eyni hesabat dövrü üçün və kifayət qədər böyük bir artım müşahidə olunur. Növbəti illər üçün də bu artacaq. 4-cü yerdə isə qabığı təmizlənmiş meşə fındığı məhsulu yerləşib. Burada da 79,3 milyon dollarlıq ixracdan söhbət gedir. Burada da artım var. Diqqətinizə çatdırım ki, 2025-in yanvar-fevralında isə 53 milyonluq meşə fındığı ixrac olmuşdur. Həmçinin artıq siyahıda tamat, ilkin formalı polietilen, ağ şəkər, alüminium ərintiləri, mineral və ya kimyəvi azot gübrələri və alma məhsulları yer alır. Axan müəllim, bəs bu ixrac coğrafiyasında hər hansı bir dəyişiklik varmı? İxrac coğrafiyamızda xüsusi olaraq bizim belə bir iqtisadçıların bir düsturu var ki, ixrac ölkələri əsasən ölkələrin bir-birinə yaxınlığı ilə belə deyək, bağlıdır. Yəni ölkə nə qədər uzaqdırsa, ora məhsul çatdırmaq, göndərmək həm fiziki olaraq logistika xərclərini artırır, paralel olaraq da həmin məhsulun yolda rəf ömrünü azalması, itməsi problemləri olduğuna görə maksimum ölkələr ticarət dövriyyəsində, beynəlxalq ticarətdə yaxın regionlardan istifadə etməyə çalışırlar və bu kontekst ilə bu qayda bizim ölkədə də hiss olunur. Belə ki, bizim yanvar-aprel ayları ərzində ixracımız Rusiyaya 306,6 milyon dollarlıq həyata keçirilib. Türkiyəyə 219,2 milyon dollarlıq ixrac həyata keçirilib. Gürcüstana 175,8 milyon dollarlıq
İsveçrəyə biz 139,5 milyon dollarlıq məhsul ixrac etmişik. Ukraynaya isə 56 milyon dollarlıq məhsul ixrac etmişik. Bu göstəricilər ilk 4 ayın göstəriciləridir və biz cari ilin aprel ayına baxdıqda burada da demək olar ki, sıralama eynidir. Rusiya ilə 94,9 milyon dollarlıq ixracımız həyata keçirilib. Türkiyəyə 79,3 milyon dollarlıq, Gürcüstana 55,1 milyon, İsveçrəyə 36,1 milyon və Ukraynaya bu ay ərzində 13,5 milyon dollarlıq ixracımız formalaşıb. Çox sağ olun Ayxan müəllim, ətraflı məlumat verdiyiniz üçün minnətdarıq.